Salam əziz şagirdlər, bu günlərim Dövlət İmtahan Mərkəzinin 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına hazırlaşanlar üçün tərtib etdiyi test toplusunda natura ədədlər mövzusunun izahına baxacağıq. Sualların izahına keçməzdən öncə qeyd edeyim ki, bizim onlayn dərslərimizə qoşulmaq üçün 077 571 50 37 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sonda isə videonu bəyənib kanala abunə olmağı unutmayın. Birinci sual. Deyir ki, ədədi 17-yə böldükdə natamam qismətdə 3 qalıqda 16 alınırsa, bu ədədi tapın. Fərz eləyək, bu hər hansı bir A ədədidir. Bu A ədədin 17-yə böləndə bizim natamam qismətimizdə 3, qalığımızda 16 alınır. Bu ədədi tapmaq istəyiriksə, biz bu keçirdiyimiz əməliyyatı tərsinə eləməliyik. Yəni, A-nı tapmaq üçün 3-ü 17-yə vurub, üstünə bizim qalığımızı əlavə etməliyik. 51 üstə gəl 16, 67. Doğru cavab D variantı. İkinci sual. A ədədini 19-a böləndə, yenə A ədədi deyiləndə, yəni hər hansı bir ədədi 19-a böləndə, yaxşı B ədədini götürək bu dəfə 19-a böləndə, yenə natamam qismətim 3-dür, qalıqda da 14 alınır. Gəlin bu ədədi tapaq. 3 vur 19 üstə gəlsin 14. 57 üzərinə gəlsin 14. Bu da 71 eləyər. E variantı. Aha, üçüncü sual. Ədədlərdən hansı 18-ə qalıqsız bölünür? Bilirik ki, 18-ə bölünmə qaydası necədir? Bölünmə qaydası. Deməli, həm 2-yə, həm də 9-a bölünən ədədlər 18-ə bölünür. Aha. Deməli, biz elə ədəd götürməliyik ki, bu həm 2-yə bölünsün, həm də 19-a. Gəlin, bəs görək 2-yə bölmə və 9-a bölmə qaydaları nədir? Demək ki, ədədin sonu 0, 2, 4, 6, 8 ilə bitirsə, bu ədədlər 2-yə bölünür. Yəni, üst ədədlər 2-yə bölünür. Başqa sözlə, 9-a bölmə isə ədədin rəqəmləri cəmi 9-a bölünməlidir. Cəmi bölünməlidir 9-a qalıqsız. Aha, indi gəlin baxaq. A variantına baxsaq, görürük ki, bu ədəd sonu 1 ilə qutarıb. Yəni, bu ədəd ümumiyyətlə 2-yə bölünməz, 9-a bölünməsinə baxmağa dəyməz. B variantı. Sonu 4 ilə bitib 2-yə bölünə bilər. Bölünə bilər. Gəlin də bu ədədin 9-a bölünməsini yoxlayaq. 7, 4, 11, bu da 3. 14, bu da 7, 21, bu da 4, 25. Bu da bölünməz 9-a. C variantına baxaq. 14, 18, 23, 27. Baxın, C variantında ədədlər cəmi 27-dir. 9-a bölünür və sütutla bitdiyinə görə də 2-yə bölünür. Deməli, bu ədədimiz 18-ə bölünür. Dördüncü suala baxaq. Ədədlərdən hansı 15-ə qalıqsız bölünür? İndi 15-ə bölünmə qaydası da bölünmə qaydası. Həm 2-yə bölünsün, daha doğrusu həm 3-ə bölünsün, həm də 5-ə bölünsün ədəd. Həm 3-ə, həm də 5-ə. 5-ə bölünməsi üçün sonu 0 və 5 ilə bitməlidir. 3-ə bölünməsi üçün isə normaldır. Rəqəmləri cəmi 3-ə bölünməlidir. Rəqəmlərin cəmi bölünməlidir 3-ə. İndi gəlin baxaq. A bəndinə baxaq. 6, 4, 10. Bu da 10, 20. Rəqəmlər cəmi 3-ə bölünmür. B variantına baxaq. 20. Burada da bölünmür. C bəndinə baxaq. 9, 15, 20. Bu da 2, 22. Bu da bölünmür. D bəndinə baxaq. 11, 14, 18. Aha. Baxıq. D bəndi 3-ə bölünür. Son 0-la bitdiyinə görə də 5-ə bölünür. 5-ci sual. X-in hansı qiymətində? Deməli, belə bir bizim 5 rəqəmli ədədimiz var. 2x 354. Bu ədədin 9-a bölünməsini istəyir. Biz bilirik ki, 9-a bölünmə qaydası necədir? Rəqəmlərinin cəmi bölünməlidir 9-a tam. Qalıqsız bölünməlidir. Gəlin, rəqəmlərin cəmini tapaq. 2 üzərinə gəlsin. X plus 3 plus 5 plus 4. 14 plus x. Yaxşı. İndi 14 plus x. Bu x-in məlumdur ki, rəqəmdir də, müsbət bir ədəddir. 14-dən böyük 9-a bölünən ədəd neçədir? 18-dir, elə deyilmi? Yaxşı, bu 18-ə bərabər eləsə, x-i taparıq 4. Cavabımız 4 olacaq. 6-cı sual. Deyir ki, ədədi 8-ə bölükdə qalıq hansı ədəd ola bilməz? Deməli, yadımızda saxlamalıyıq ki, bizim qalıq həmişə kiçik olmalıdır böləndən. Mütləq kiçik olmalıdır.
Çünki əgər qalıq kiçikdən qalıq böləndən kiçik olmasa, böyük olsa və yaxud da bərabər olsa, onda o bölmə əməliyyatı yenidən aparılmalıdır və qismətin 1 vahid və yaxud da qalıq indi baxır, əgər böyük veribsə nə qədər böyük verib 2 vahid artırılmalıdır. Ta ki bu əməliyyat nə vaxta kimi davam etdirilməlidir? Bu qalıq böləndən kiçik olana qədər. Yəni qalığın bir sözlə böləndən mütləqdir ki, kiçik olsun. İndi bizdə də hansı ola bilməz? 9 demək ki, bizim qalığımız ola bilməz. 7-ci sual. Ədədi 2-yə. Hansı ədəd deməli həm 2-yə, həm də 5-ə bölünür? Aha, gəlin baxaq. 2-yə bölünmə qaydasını bilirik. Sonu 0, 2, 4, 6, 8 ilə bitməlidir. Bu 2-yə bölünmədir. 5-ə bölünmə qaydası nədir? 0 və 5 ilə bitməlidir. Yaxşı, indi həm 2, həm 5-ə axtaram. Sonra bunların kəsişməsinə baxmalıyam da mən. Bunların kəsişməsində nə durur? 0. Deməli, bu ədədin sonu 0-dan bitməlidir. Bu da Y variantında göstərilib. 8-ci sual. 2-yə və 3-ə bölünən ədədləri göstərin. Deməli, 2-yə bölünən ədədlər yenə sonu 0, 2, 4, 6, 8 ilə bitməlidir. 3-ə bölünən ədədlər isə rəqəmlərin cəmi 3-ə tam bölünməlidir. Gəlin baxaq. A variantına baxaq. 2 ilə bitib 2-yə bölünər. İndi rəqəmlərin cəmini tapaq. 14, 19, 21. Görürük ki, 3-ə də bölünür. Belə doğru cavabımız A bəndi olacaq. 9-cu sual. Deməlidir ki, kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Aha. Hər birinin qiyməti 2 manat artarsa, hər birindən bir ədəd almaq üçün nə qədər pul lazımdır? Yaxşı, kitabın qiymətini A manat, dəftərin qiymətini B manat və qələmin də qiymətini bir C manat götürək. İlkin olaraq A plus B plus C cəmi bizdə 16-dır. Birlikdə bunların qiymətləri cəmi 16-dır. Hər birinin qiyməti 2 manat artırılsın. Gəlin, hər birinin qiyməti 2 manat artıraq. A-nı da 2 manat artıraq, B-ni də 2 manat artıraq, C-ni də 2 manat artıraq. Yaxşı, şimdi bunları sonradan toplasaq nə olacaq? A plus 2, B plus 2, plus C plus 2. Toplananların yerini dəyişə bilərəm də və yaxud da qruplaşdırma xassəsini burada yerinə yetirək. Bir qruplaşdıraq, üstə gəlsin 2, üstə gəl 4, üstə gəl buradakı 2, 6. Bu da bərabərdir. İndi A plus B plus C cəmi bizdə 16 var. Onda bunu da 16-nın üstünə bir dənə də 6 əlavə eləsək 22. Deməli, mənim yeni cəmim, qiymətim 22 olacaq. 10-cu sual. Ədədlərdən neçəsi təkdir? Tək ədədlər sonu 1, 3, 5, 7, 9 ilə bitməlidir. Gəlin baxaq. 22 tək olmaz. 55, 22-ni silək. 55 təkdir. 63, 3 ilə bitib təkdir. 88 tək olmaz. 100 tək olmaz. 300 olmaz. 303 və 309 olar. Baxın, sonu 3 və 9 ilə bitib. Neçəsi təkdir? 1, 2, 3, 4 təkdir. 11-ci sual. Ədədi 7-yə bölüdə qalıq hansı ədəd ola bilməz? Bayaq buna bir nümunə dedik. Deməli, qalıq kiçik olmalıdır böləndən. İndi bölənimiz bizim 7-dirsə, qalığım 8 ola bilməz. Çünki 8 7-dən kiçik deyil. Yəni, bu şərt ödənmir. Ona görə B variantı. 12-ci suala baxaq. Ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, 643 ulduz 4 rəqəmli ədədi 9-a qalıqsız bölünsün. Aha. 9-a qalıqsız bölünmək üçün gəlin görək 9-a bölünmə əlaməti nədir? Rəqəmlərinin cəmi 9-a bölünməlidir. Gəlin rəqəmlər cəmini tapaq. 6 plus 4 plus 3 plus ulduz bu bərabər olacaq 13 plus ulduza. Yaxşı, 13-dən böyük 9-a bölünən hansı ədəddir? 18-dir, elə deyil. Yaxşı, bunu 18 eləmək üçün onda ulduzun yerində neçə olmalıdır? 5. Y variantı. 14-cü sual. Yox, bu 12 idi. Burada C variantıdır 5. 13-cü suala baxaq. Ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, 5 ulduz 62 4 rəqəmli ədədi 9-a tam bölünsün. Yenə 5 plus 6 plus 2 plus ulduz bu eləyəcək 13 üzərinə gəlinsin ulduz. Yenə 13-dən böyük 9-a bölünən 18-dir. Onda yenə ulduzun əvəzinə bizdə 5 olmalıdır. Olacaq Y variantı.
Sonra 14-cü sual. Deyir ki, 630 ədədinin neçə müxtəlif sadə vurğu var? Gəlin 630 ədədinin əvvəl sadə vurğularına ayıraq. 2-yə bölünür, 315, 3-ə bölünür, 105, 3-ə bölünür, 35, 5-ə bölünür, 7, 7 bölünür, 1. Gəlin indi 630-u sadə vurğuların hasılı şəklində göstərək. 630 bərabərdir. Buradakı sadə vurğuların hasılı 2 vur, 3 vur, 3 vur, 5 vur, 7. Yaxşı, bu 3-dən 2-dən olduğuna görə bunu belə yazaq da. 3-ün kvadratı vur, 5 vur, 7. Bizdən müxtəlifləri soruşur və müxtəlif də bu burada yazılanlardır. Yəni bu üstləri, sayları nəzərə almırıq. Çünki bizə eyni ədəddən bir neçə dənə ola bilər. Bizə müxtəlifləri soruşur. Onda müxtəliflərimiz 4 eləyəcək. O cavabımız da C variantı. Keçək 15-ci suala. Aha. 15-ci sualın deməli ortaq vurğunun mötərizə xaricinə çıxarılmasına aiddir. Başqa cür buna vurmanın paylama xassəsində biz bilirik də, bu vurmanın paylama xassəsindən alınır. Burada paylama xassəsinin tərsinə yerinə yetirməliyik. Yəni 58, 38 vur 57, 42 vur 57, 38 vurulsun 37, 42 vurulsun 37. İxtiyarı ikisini götürə bilərik. Çünki hər vuruqdan demək olar ki, 2 dənə var. Mən birincisini, üçüncüsünü, ikincisini, dördüncüsünü götürürəm. Onda bunlardan 38-i çıxarsaq mötərizə xaricinə burada 57 qalacaq. Çıxılsın, burada da 37 qalar. Üstə gəl. Burada 42-ni çıxarsaq mötərizə xaricinə burada 57 qalar. Çıxılsın, burada da 37 qalar. 38 vurulsun. 57-dən 37-sin 20 üstə gəlsin. 42 vurulsun. Burada da 20. Yenə buradan hər ikisindən 20-ni çıxarsaq mötərizə xaricinə. Bu 20 ilə bu 20-ni çıxarsaq. Birincisində qalacaq 38. Üstə gəlsin. İkincisində də qalacaq 42. 20 vurulsun. 38 ilə 42-ni də toplayanda 80. 1600 eləyir cavabım. Y variantı. Gələk 16-cı suala. Aha. Demək, 16-cı sualda da yenə ortaq vurğun mötərizə xaricinə çıxarılmasıdır. 54 vur 37, üstə gəlsin 46 vurulsun 37, çıxılsın 54 vur 24, çıxılsın 46 vur 24. Aha. Gəlin burada birinci ikiləni bir qruplaşdıraq, ikinci ikiləni də bir qruplaşdıraq. Yenə deyirəm, ixtiyarı hər hansı bir ikisini götürüb qruplaşdıra bilərik. Buradan 37-ni çıxarsaq 54 plus 46. Buradan da mənfi 54-ü çıxarsaq, minus, daha doğrusu 24-ü, minus 24-ü çıxarsaq, burada artıq minus 24 yazmışıq deyə təkcə 54 qalır. İşarə müsbət olur. Burada da minus 24-ü çıxartmışıqsa, işarə müsbət olaraq 46 qalır. 37 vurulsun 100, çıxılsın 24 vurulsun 100. Hər ikisindən 100-ü çıxarsaq mötərizə xaricinə, 37 çıxılsın 24, 100 vurulsun 11, daha doğrusu 13 və cavabımız 1300 eləyər. C variantı. Keçək 17-ci suala. Deməli, 17-ci sualda deyir ki, əkob 19-38 çıxılsın əbob 12-13 fərqini hesablayın. Aha. Baxın, 19-38-in bölənidir də, elə deyil. Yaxşı, ədədin biri digərinin böləni olduqda biz bilirdik ki, əkob nəyə bərabərdir? Bölünənə. Əkob bölünənə bərabərdir. Yəni, burada cavabımız 38 olacaq, çıxılsın. 12 ilə 13 isə qarşılıqlı sadə ədəddir. Və biz də bilirik ki, qarşılıqlı sadə ədədlərin əbobu nəyə bərabərdir? AB qarşılıqlı sadədirsə, bunların əbobu da 1-ə bərabərdir. Burada da cavabımız 1 olacaq. 38 çıxılsın bir də bizə 37-ni verər. 18-ci sual. Əkob 30-54 çıxılsın əbob 30-54-ü hesablamaq lazımdır. 30-54 çıxılsın əbob 30-54. Gəlin 54 və 30-u ayıraq sadə vurğularına. 3, 9, 3-ə gedir, 1.
30 dağaraq sadə vuruqlarına 2-yə bölünür, 15 3-ə bölünür, 5 5-ə bölünür, 1. İndi bilirik ki, əkobu tapmaq üçün nə edirik? Birinci, bu böyük ədədin sadə vuruqları hasilini yazırıq və yaxud da elə bunların sadə vuruqlarının hasili yenə bu ədədin özünü verəcəkdir. Özünü yaza bilərəm. 54 vurulsun. Aha. Əkobda nə edirdik? Birinci böyük ədədi yazdıq. Sonra böyük ədədin sadə vuruqları içərisində olmayan, amma bu kiçik ədəddə olanları da gətirib əlavə edirik böyük ədədə. Burada böyük ədəd, kiçik ədəd fərqi yoxdur. Əslində kiçik ədəddə yazıb burada olmayanları böyükdən əlavə edə bilərik. Amma məntiqli variant, asan variantımız birincidir. Yəni böyüyünü yazıb orada olmayanları kiçikdən əlavə eləməkdir. Baxaq. Deməli bu 2 var, bu 3 var, amma bu 5 burada yoxdur. Onda bu yoxdursa bunu gətirək əlavə eləyək. Eləsin 270. Aha, gəlin görək əbobu tapmaq üçün nə etmək lazımdır. Deməli əbobu tapanda ortaqları götürürəm. Baxaq, bu 2-lər ortaq. Bir dənə yazdım və burada əbobu yazanda bu hərəsində bir dənə də deyə götürüb mən 2 vur 2 yaza bilmərəm. Bu hərəsində bir dənə ortaq elə 1 sayılır. Yəni 1 saydadır. Sonra bu 3 ilə də bu 3 yenə ortaqdır. 2 vurulsun 3. Başqa da ortağımız yoxdur. Onda əbobumuz da 6 edir. Bizdə də bunların fərqin soruşur. Onda 270-dən də çıxanda 6-sın. Deməli 264 qalır. Doğru cavabım B variantı. 19. Bölünəni 4 dəfə azaltdıqda böləni necə dəyişmək lazımdır ki, qismətimiz 3 dəfə artsın. Gəlin bunu real bir nümunə ilə izah eləyək. Yəni belə bir misallarda konkret ədədlər götürüb yoxlaya bilərik. Məsələn, böləni necə dəyişmək lazımdır ki, götürək, tutaq ki 24 bölünsün 12 bərabərdir 2. Bölünəni 4 dəfə azaldıq. 24 4-ə böləndə 6. Böləni necə dəyişmək lazımdır ki? Bilmirəm, necə dəyişmək lazımdır? Qismət 3 dəfə artsın. Qisməti də 3 dəfə artıraq olsun 6. Yaxşı. 6-nı nəyə böləndə 6 qalır? 1-ə. Deməli, mənim bu bölənim 1 olurdu. Elə deyil. Gəlin bunun yerinə 1 yazaq. İndi mənim bölənim əvvəlcə 12 idi, sonra oldu 1. Neçə dəfə dəyişdi deyirsə, 12-ni 1-ə böləndə neçə düşür? 12. Deməli, 12 dəfə azaldı. Cavabımız D variantı. Yəni, bu cür məsələlərdə real nümunələri götürüb hesablamaq daha əlverişli olur. Dəyişənlərlə də yaza bilərik əslində, amma daha asan bu variantdır. 20-ci sual. N-in hansı qiymətlərində əkob N 10 bərabərdir 10 olar? Deməli, əkob N-dən 10-a bərabərdir. Ümumiyyətcə, uşaqlar, biz bilirik ki, A və B ədədlərində biri digərinin böləni olduqda, əkob, tutaq ki, B A-nın bölənidir, A-nın bölənidir. Buradan böləndir. B böləndirsə, əkobumuz bölünənə, yəni A-ya bərabərdir. İndi burada əkobumuz 10-dursa, deməli, bölünən 10 olmalıdır. Onda onun bölənlərini axtarsaq, 1, 2, 5 və 10 olur. Yəni, N-in yerinə 1, 2, 5 və 10 olmalıdır. Sonra keçid alaq 21-ci suala. Deyir, N-in hansı qiymətlərində əbob, bu dəfə əbobu soruşur, N 10-a bərabərdir N olsun. Yaxşı, yenə indi A və B ədədləri üçün əbob AB. Tutaq ki, yenə AB-nin bölənidirsə, daha doğrusu, burada A-nı götürək. AB-nin böləni olsun. AB-nin bölənidir. Bölən A-dırsa, bax bu əbobumuzda A olacaq. Onda burada bölən N-dir və əbob N, daha doğrusu əbob N olubsa 10-dan N-lə. Deməli, bizim bölənimiz N-dir. Bölən N-dir. Yaxşı, indi onun bölənlərini tapaq. Bölənlər N-dir axı. Onun bölənləri də yenə 1, 2, 5, daha doğrusu 10 olacaq. Yəni, burada da cavabımız elə 1, 2, 5, 10 olacaq. Yəni, əslində, cavabları eynisə deyə bilərsiniz ki, necə oldu? Amma qiymətlər fərqlidir. Burada götürüb 10-u yazıb, amma burada N-i yazıb. Yaxşı mı? Yəni, burada 10 olduğuna görə biz
n onun bölünənləridir dedik. Burada isə n olduğuna görə, amma abobdur da təbii ki. Biz dedik ki, yenə n onun bölünənləridir. Sonra 22-ci sual. Deyir ki, Vaqifin addımı 80 cm, Sabirin addımı isə 70 cm-dir. Hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar? Bunu tapmaq üçün nə edək? Tutaq ki, mən hər hansı bir məsafə deyirəm özümdən. Məsəl üçün deyirəm 2 metrə 10 cm. Aha. Bu Vaqif 80-80 atmır addımların. 80, ikinci addımı da 80, üçüncü addımı da 80. 80, 80, 160. Üçüncü addım atanda gəlib 240-a çıxacaq. Yəni 210-da dayanmır. Amma bunun 5 addımı, 3 addımı gəlib çıxar da. Bu 70, 80, Sabir 70 cm addım atır, 70 cm. Bu gəlib çıxacaq bura. Aha. Yəni bəs neyniyək ki, bu Vaqifdə gəlsin, çıxsın, Sabir də gəlsin, çıxsın. Onda mən əkob tapsam 80 ilə 70-ə. Hər ikisinin addım sayı müxtəlif olacaq, amma hər ikisi tam sayda addım atacaq. Addım sayının müxtəlif olması aşkardır. Çünki baxırıq, birinin addımı böyüdür, birinci kiçikdir. Addım sayı müxtəlif olacaq. Amma yekun olaraq tam addım atması hər ikisində tam addım olacaq. Əkobu tapsaq. 8 ilə 7 qarşılıqlı sadə ədədlərdir. Burada onu ortaq vuruq kimi çıxartsaq, yəni bunu belə yazsaq, əkob 8 vur 10-la 7 vur 10-a. Onu çıxartsaq, əkob 8 ilə 7-yə. Əkob 8 ilə 7 56-dır. 56-nı da ona vuranda 560 cm-dir. Yəni 560 cm-dən sonra bunlar hər ikisi tam addım atacaq. Sayına baxsaq, 80 cm addım atır. 560-da bu 7 addım atmış olacaq. Bu isə 8 tam addım atmış olacaq. Hər ikisi yəni tam addım atacaq. 23-cü suala baxaq. Deməli 100 çıxılsın 99 üstə gəl 98 çıxılsın 97 və ilə axır 2 çıxılsın bir ifadəsinin qiymətini istəyir. Yaxşı, gəlin bunların 2-2 qruplaşdırsaq, 100, 2-2 qruplaşdırsaq, hər birində fərq 1 eləyir də. Baxın, hər birində fərq 1-ə bərabərdir. Bəs görək, burada neçə dənə belə cütlük var? Bilirik ki, 1-dən 100-ə qədər neçə ədəd var? 1-dən 100-ə qədər 100 dənə ədəd var da, elə deyil. Yaxşı, 2-2 qruplaşdırıramsa, neçə qrupum olacaq? 50 qrupum olacaq da mənim. Hər qrupumun da qiyməti 1-ə bərabərdirsə, onda 50 vurulsun 1, cavabım 50 olacaq. D variantı. 24-cü suala baxaq. N bərabərdir 1 vur, 2 vur, 3 vur. 7, 8, 9, 10 plus 27 ədədinin 15-ə bölünməsindən alınan qalığı tapın. Aha. Gəlin belə bir şeyi diqqətinizə çatdıraq ki, toplama əməliyyatında yekun olaraq cəmin hər hansı bir ədədə bölünməsindən alınan qalığı soruşanda biz ayrıca toplananların bölünməsindən alınan qalıqları toplayıb yekun cavabı ala bilərik. Ola bilər bizim topladığımız qalıqlar bu böləndən böyük olsun. Onda yenidən həmin o qalığı bu ədədə böləcəyik. Alınmış qalığım mənim yekun qalığım olacaq. Yox, kiçik olsa nə yaxşı, elə qalığımız bizim həmin ədədə bərabər olacaq. Yəni qısacası bu cəmin 15-ə bölünməsindən alınan qalığı istəyirsə, bu birinci toplananın da 15-ə bölünməsindən alınan qalığı tapım. Bu ikinci ədədin də 15-ə bölünməsindən alınan qalığı tapım. Bu qalıqları toplayım. Yekun qalığım da həmin qalıq olacaq. Gəlin indi baxaq. Bu hasilə baxsaq, burada biz 3 və 5 vuruğun görürük də. 3 və 5-in əvəzinə 3, 5-in 15 yaza bilərəm də, burada elə deyil. Yəni buranı bir silsəm, vur 15, vur 4, vur 6 və s. bu kimi yaza bilərəm də. İndi 15 vuruğu varsa burada, demək ki 15 bu ədədin bölənidir də. Bölənidirsə deməli bu 15-ə tam bölünəcək də. Onda burada alınan qalığım mənim 0 olacaq. 27-nin 15-ə bölünməsindən alınan qalıq təbii ki, bir dəfə düşür, qalığım 12 qalır. Onda toplasam bunları 0 ilə 12-ni, yekun qalığım mənim 12 olacaq. A variantı. Sonra gəlirik 25-ci sual. Aha, 25-ci sualda da yenə n bərabərdir 1 vur, 2 vur, 3, 4,
üzərinə gəlsin 32. Bu ədədin 18-ə bölünməsini alınan qalıq istəyir. Aha. Burada 6 ilə 3-ün də əvəzinə mən 18 yaza bilərəm. 2 ilə 9-un da əvəzinə. Hər hansı birisi ilə yazaq 18 vur 4 vur 5. Daha 3 ilə 6-nı yazmırıq. İndi bunun 18-ə bölünməsinə alınan qalıq yenə bizdə olacaq 0. Bunun 18-ə bölünməsinə alınan qalığımız olacaq 14. Çünki 1 düşəcək axı. Natamam qismətdə qalığımız 14 olacaq. Bunda 0 ilə 14-ün cəmi yekun olaraq bizdə 14 eləyir. Cavabımız A variantı. Keçsək 26-cı suala. Deməli 4 rəqəmli belə bir ədəd var. Bu ədəd 3-ə tam bölünür. Yaxşı, 3-ə tam bölünməsi üçün ədədim nə olmalıdır? Mən 3-ə bölünmə qaydasını bilirəm də. Nədir? Ədədin rəqəmləri cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə tam bölünür. Gəlin rəqəmləri cəmini tapaq. 5 üstə gəl, 5 üstə gəlsin 7. Qruplaşdırsaq A ilə B-ni üstə gəl 4, 5, 9, bu da 7, 16. Aha. Baxaq. İndi bu cəm 3-ə bölünməsi üçün A plus B deyir hansı ədəd ola bilməz. A bəndədə 8 yazıb. Yaxşı, A üstə gəl B-nin əvəzinə 8 olsa, 8 ilə 16 cəmiz 24 3-ə bölünər. Deməli 8 ola bilər. 2 olsa, 2 ilə 16-nı toplasaq 18 eləyər. Bu da olar. 9 olsa, 9 ilə 16-nı toplasaq 25 olar. Bu uca 3-ə bölünməz. Deməli cavabım 9-dur. Baxın 11 olardı. Cəmimiz 25 eləyərdi. 17 də olardı. Cəmimiz demək 37. Aha, 17 də olardı. Çünki 17 ilə 16-nı toplayanda cəmimiz 33 eləyir. Aha, gəlin baxaq. 27-ci sual. Yenə belə bir 3 rəqəmli ədəd 4 rəqəmli ədəd verilib. Daha doğrusu 5 rəqəmli ədəd verilib. 2A, 3B, 8. Bu ədədin 3-ə bölünməsinə alınan qalıq. Deyir ki, hə 3-ə tam bölünür. Bizdə A plus B cəmi deyir ki, yenə hansı ədəd ola bilməz. Yaxşı, gəlin baxaq. 2A üstə gəlsin, 3 üstə gəl, B üstə gəl, 8. Burada yenə qruplaşdırsaq. A ilə B-ni üzərinə gəlsin 2, 3, 5. Bu da 8, 13. Aha. Yaxşı, A plus B cəmi 8 olsa, 8 üstə 13 eləyəcək 21. 21 3-ə bölünür. Deməli 8 ola bilməz. 5 olsa, 5 ilə 13-ün cəmi 18 eləyir. 18 də bölünür. 7 olsa, 7 ilə 13-ün cəmi 20 eləyir. Aha, 23-ə bölünmür. Deməli cavabımız D variantı olar. 11 olsa, 11 ilə 13 toplayanda 24, bu da bölünərdi. 2 olsa 13 ilə 2-ni toplayanda 15 eləyir, bu da bölünərdi. Deməli bizim cavabımız C bəndi olacaq. Aha, gəlin baxaq 28-ci suala. Ədədin neçə müxtəlif sadə vurğu var? Yaxşı, bu müxtəlif sadə vurğuları tapmaq üçün gəlin ədədi sadə vurğularına ayıraq. Görək neçə dənə müxtəlif sadə vurğumuz var. 6 ilə 2-ni sadə vurğuların hasili 2 vur 3 kimi yaza bilərəmmi? 15-i 3 vur 5 kimi yaza bilərəmmi? Və 21-i də 3 vur 7 kimi yaza bilərəm. Gəlin burada bəzi dəyişikliklər eləyək. 2, bu 3-ləri hamısını bir yerdə 3 üstü 3 kimi yazaq. Vur 5, vur 7. Aha. Müxtəlif sadə vurğular soruşursa, müxtəliflər görürük ki, 4 dənədir. 3-dən 3 dənə eynisindən bütün sadə vurğular sayını soruşsaydı uşaqlar bu üstləri toplayardıq. Bura bir-bir yazıb hamısını toplayardıq. Amma bizdən müxtəlifləri soruşduğuna görə müxtəliflər bu aşağıdakıların sayı qədər, yəni əsasların sayı qədər olacaq. 1, 2, 3, 4 dənə. Cavabımız A variantı. 29-cu suala baxaq. A bərabərdir 6 vur 8 vur 35. Yenə müxtəlif sadə vurğularını soruşur. Gəlin yenə A-nı yazaq sadə vurğuların hasili şəklində. 6-nı yazarıq 2 vur 3, 8-i 2 vur 2 vur 2, 35-i də 5 vur 7 kimi. Biraz sadələşdirmə aparaq. 4 dənə 2-miz var. 1 dənə 3-ümüz, 1, 5 və 1, 7. Yenə müxtəliflərin sayı 4 olar. 30-cu sual. Burada rəngini dəyişək, biraz maraqlı olsun bizə. Bölünən 15 dəfə artırıldı. Qismətin 5 dəfə artması üçün böləni necə dəyişmək lazımdır? Yenə bir
nümunə götürək özümüzdən. Fərz eləyək 10 bölünsün 5 bərabərdir 2 yazırıq. Bölünəni 15 dəfə artırıram. Bölünən 10 idi. 15 dəfə artanda 150 olar. Qismətin 5 bölən necə dəyişməlidir? Bilmirəm. Bölən dəyişib mənim 1x olacaq. İndi onu tapacam necə dəyişəcək və burada deyir ki, qismət 5 dəfə artsın. Qismət də 5 dəfə artırdıq, oldu 10. İndi 150-ni nəyə böləndə 10 olur? X bərabərdir deməli olur 15. Yaxşı, bunun yerinə yazım 15. İndi 5 idi, oldu 15. Necə dəyişdi? 15-i bölsəm əgər 5-ə, görürəm ki, 3 dəfə artıb. Artar. Deməli cavabım olacaq burada da B variantı. 31-ci suala baxaq. A ədədi B ədədinin böləni olarsa, əbob nəyə bərabər olar? Uşaqlar, A B-nin böləni olarsa, biz bayaqlar dedik, əbobumuz nə olacaq? Əbobumuz bölən olacaq. İndi bizdə də bölən hansıdır? A böləndir də, A B-nin bölənisi, onda əbobumuz A-ya bərabər olar. Sonra 32. Qarşılıqlı, müxtəlif sadə ədədlərdir A ilə B. Uşaqlar, müxtəlif 2 dənə sadə ədəd təbii ki, qarşılıqlı sadə olacaq da, həm də çünki bunların ortaqları birdən başqa olmayacaq, ortaq bölənləri. Onda bunların əbobu nəyə bərabər olar? 1-ə bərabər olar da. C variantı. 33-cü sual. Deməli, A ədədi B ədədinin bölənidir. Aha, A B-nin bölənidir. Deməli, bizim A bölünəndir. Daha doğrusu B bölünəndir. Bölünən. A isə böləndir. Böləndir. İndi bizdən də əkobu soruşursa, əkob bölünən olur həmişə. Əkob A B-də B-yə bərabər olacaq. Yəni bölünənə. Cavabımız B variantı. Qarşılıqlı sadə ədədlərin 34-də əkobunu soruşur. Bilir ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. Bir araşdırma üçün, məsələn, 7 ilə 8-i götürək. Çünki qarşılıqlı sadə ədədlərdə həmişə ortaq, tutaq ki, 4, 2, 2, 1. Ortaq sadəcə bu birlər olur. İndi biz böyük ədədi yazmırdıq və yaxud da kiçik ədəddə. Burada olmayanları götürüb yazmalıydı. Burada olmayan da nədir? Elə buradakılar hamısı olacaq da. İndi bu misalda məsələn yazdığımız nümunədə 1 oldu. Burada qarşı sadə ədəd olanda burada nə varsa hamısını götürüb bura yazacağıq. Yəni bunlar da ədədlərin öz hasilləri olur elə. Yəni ona görə deyirlər ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabər olacaq. Əkob deməli A, B hasilinə bərabər olar burada da Y variantı. Təkliklərdən hansı doğru deyil? Gəlin baxaq 35-ci sual. Maraqlıdır. Tək ədədlə cüt ədədin hasili tək ədəddir. Bunları müəyyənləmək üçün özümüzdən nümunə götürək. Bir tək ədəd, bir dənə də cüt ədəd götürək. Məsələn, mən 3-dən 4-ü götürürəm. Hasilimiz 12 edir. Tək ədədlə cüt ədədin hasili təkdir. Elə birinci səhvdir də. Səhvdir axı. Tək ədədlə cüt ədədin hasili cüt ədəddir. Sonra, məsələn, digərlərinə də baxaq. 2 tək ədədin hasili təkdir. Yenə, məsələn, 3-dən 3-ü götürsək 9. Tək olduğunu görərik. C variantına baxaq. 2 cüt ədədin hasili cüt ədəddir. Məsələn, 6 ilə 6-nı götürək. Bəli, hasili 36 cüt ədəddir. 2 sadə ədədin hasili mürəkkəb ədəddir. Aşkardır mürəkkəb ədəddir. Çünki mürəkkəb ədəddə biz bilirik ki, mürəkkəb ədəd nədir? 2-dən çox böləni olsun. Yəni, bunun bir və özü ən azı 2 dənəsi var. Birdən fərqlilər üçün deyirik. Yəni, həm birdir, həm də özü. 2 dənəsi var. İndi 2 dənə sadə ədədin hasili də varsa, deməli, bizim 4 dənə bölənimiz olacaq. Deməli, bu mürəkkəbdir. Düzdür bu da. Sadə ədədlə mürəkkəb ədədin hasili mürəkkəb ədəddir. Aşkardır bu da. Yəni, mürəkkəb ədəd, bir dənə də sadə ədəd oradan vuruq gətirir bizə. Alınan hasil təbii ki, yenə mürəkkəb ədəd olacaq. Baxaq 36-cı suala. Təkliklərdən hansı həmişə doğru deyil? Aha, doğru ola da bilər, amma həmişə doğru deyil. Baxaq. Tək ədədlərin hasili tək ədəddir, həmişə doğrudur. Bayaqları 3 vur 3-də yazmışdıq bunu. Və yaxud da 5 vur 5 də yaza bilərik, 5 vur 7 də yaza bilərik, 35. Görürük ki, tək ədəd eləyir. Cüt ədədlərin cəmi cüt ədəddir. Baxaq, 8 ilə 6-nın cəmi cütdür, bəli, 14-dür. Hər biri 5-ə bölünən natur ədədlərin cəmi də 5-ə bölünür. Bu da düzdür. Məsələn, 10 5-ə bölünür, 15 də 5-ə bölünür. Bunların cəmi də aşkar ki, 5-ə bölünür. Natur ədədlərin nisbəti natur ədədir. Bu ola da bilər, olmaya da bilər uşaqlar. Baxın, məsələn, 4 2-yə bölünəndə natur ədəd eləyir. Amma 3 2-yə bölünəndə natur ədəd eləmir, bu rasional ədəd eləyir. Yəni, bu həmişə doğru deyil. 2 tək ədədin cəmi cüt ədəddir. Bu da düzdür. Məsələn, 5 ilə 7-ni toplasaq 12 olduğunu görərik. Düzdür, yəni. Sonra keçək
növbəti suala. Aha. Əkob 60 ilə 175-ə deməli hesablayın. Gəlin bunların hər birinin ayıraq sadə vurğularına hesablayaq. Burada bizim boş yerimiz var. Deməli 37-ci sualın həllini buradan yazaq. 175-i də ayıraq sadə vurğularına deməli 3-ə bölünəcək. Daha yox. Bunların rəqəmləri cəmi 8, 13. 3-ə bölünmür, 5-ə bölünür amma. 5-ə bölünəndə düşür 35 düşür. Aha, 5-ə bölünür bir də 7 düşür, 7-yə 1. Sonra 60 da ayıraq sadə vurğularına 2-ə bölünür 30, 2-ə bölünür 15, 3-ə bölünür 5, 5-ə bölünür 1. İndi ki, əkobu hesablayın. Yaxşı, 175-i yazdıq. Burada olmayan görək burada nə var? Bu 2 yox idi, gətirək bura. Bu 2 də yox idi, bunu da gətirək bura. Bu 3 yox idi, bunu da gətirək bura. Bu 5 var idi. Yaxşı, 175-i 4-ə vuranda 700. Deməli, 4-ə vururuq da. 2 vur 2, 4, 4, 5, 20, 0, 2 hətta, 4, 7, 28, 2, 3 hətta, 700. Bunu da 3-ə vururuq. 2100, 2100. Deməli, cavabım D variantı. 38-ə baxaq. Böləni 8 dəfə artırdıqda bölünənin izi dəyişmək lazımdır. Qismətim 3 dəfə artsın. 8, 38. 8 bölünsün 4 bərabərdir 2. Böləni 8 dəfə artırdıqda. Gəlin böləni 8 dəfə artıraq. Yəni 32 yazaq. Bölünəni bilmirəm. Bölünəni elə deyir ki, necə dəyişmək lazımdır ki, qismətimiz 3 dəfə artsın. Qismətimiz də 2 idi, olsun 6. Yaxşı, bu bölünəni tapmaq üçün mən nə etməliyəm? Qisməti bölənə vurmalıyam da, elə deyil. 192. Yaxşı, x-in əvəzinə tapdıq, bu 192-dir. İndi 8-dir, oldu 192. Görək nə qədər? Neçə dəfə dəyişdi? 2-yə bölsək 24 dəfə. Demək ki, 24 dəfə neynədir? Artdı da. Artır. 24 dəfə artır. A variantı. MVN tək ədədlər olarsa, ifadələrdən hansının qiyməti cüt ədəd olar? Gəlin baxaq. 2 tək ədədin hasili yəqin ki, tək eləyər. Nümunələrlə, məsələn, 3 vur 5, 15. Bu tək ədəddir. Aha, 2 tək ədədin cəmi cüt eləyər. Baxaq, 3 ilə 5-in cəmi doğrudan da 7. Görürük ki, cütdür. Elə cavabımız bizim B variantı eləyəcək. Digər variantları da rəqəm yerinə qoyub hesablayıb tək olduğunu görəcəyik. 40-cı sual. M ədədinə 13 əlavə elədikdə deməli alınan cəm 50-dən 27 vahid kiçik olarsa M tapın. Aha, 50-dən 27 vahid kiçik nə deməkdir? 50-dən çıxırıq 27-sin 23-dür. Yəni deyir ki, M ədədinə əlavə eləyirik 13-ü. Alınan cəmimiz 50-dən 27 vahid kiçik olan 23-ə bərabər olur. M ədədini tapın. Nəyin üstünə 13 gəlsə 23 eləyər? Təbii ki, onun üstünə. Onda cavabımız eləyəcək Y variantı. Bu video izahda bu qədər. Mövzunun davamı digər videolarda olacaq. İzləməyi unutmayın.